Salam. Bugün səninlə birlikdə çox cəsarətli və hətta deyərdim mübahisəli bir mənbənin dərinliklərinə enirik. Söhbət İsmail Metinin Osmanlı sarayında cinsəl sapqınlıqlar kitabından gedir. Bəli, əlimizdəki bu mənbə bildiyimiz o möhtəşəm, qüdrətli Osmanlı obrazının arxasındakı pərdəni qaldırmağa cəhd edir. Bizim də missiyamız bu pərdənin arxasında nələrin gizləndiyini, ən azından müəllifin bizə nə göstərmək istədiyini anlamaqdır. Və bunu da başdan demək lazımdır. Mütləq. Bugün danışacaqlarımız tamamilə bu kitabın iddialarıdır. Yəni biz burada nə isə təsdiq və ya inkar etmirik. Dəqiq. Sadəcə bu fərqli baxış bucağını araşdırırıq. Məqsədimiz standart tarix kitablarında görmədiyimiz bir mənzərəni anlamaqdır. Bəli. Müəllif hakimiyyətin o mütləq zirvəsindəki insanların psixologiyasını, onların zəifliklərini və bu zəifliklərin bütün bir imperiyaya necə təsir etdiyini göstərməyə çalışır. Yəni söhbət təkcə şəxsi həyatdan getmir. Qətiyyən. Söhbət şəxsi həyatın siyasətə necə çevrildiyindən gedir. Bu, necə deyim, hakimiyyətin paradoksu haqqında bir hekayədir. Hakimiyyətin paradoksu çox yaxşı ifadədir. Gəl elə bu paradoksun mərkəzində dayanan fiqurlardan, yəni padşahların özlərindən başlayaq. Başlayaq. Kitab onları heç də qüsursuz, ideal liderlər kimi təsvir etmir. Əksinə, çox qəribə, bəzən hətta tragik zəifliklər olan insanlar kimi göstərir. Bəli, məsələn, 3-cü Osmanla bağlı o iddia. Ağla sığmazdı. Deyilənə görə o, qadınları görməyə o qədər dözümsüz imiş ki, Ayaqqabılarının altına qızıl parçaları taxdırmış. bəli, sırf səsini eşidib yolundan çəkilsinlər deyə. Fikirləş ki, Bir saniyəli dayanıb bunun nə demək olduğunu düşünək. Bir imperator, nəhəng bir dövlətin başçısı, əhalinin yarısından qorxur ya da iyrənir. Müəllifin təsvir etdiyi bu detal təkcə bir qəribəlik deyil, bu, padşahın reallıqdan nə qədər təcrid olunduğunun, sarayın divarları arasında necə qeyri-sağlam bir psixoloji mühitin formalaşdığının simvoludur. o tak-tak səsi. Bəli, o səs əslində hakimiyyətin təkliyinin və paranoyasının səsidir. Və bu paranoya bəlkə də ən çox Sultan İbrahimdə, yəni tarixdəki ləqəbi ilə Dəli İbrahimdə pik həddə çatır. Aya, İbrahim. Müəllifin onun haqqında yazdıqları sadəcə qəribə deyil, sanki başqa bir reallıqdan bəhs edir. Məsələn, otağındakı güzgülərin qarşısında çılpaq dayanıb, öz əksindən təhrik olması iddiası var. Və ya saqqalına muncidar incillər taxması. Burada maraqlı olan bu davranışların saray tərəfindən necə qarşılanmasıdır. Əgər bu iddialar doğrudursa, deməli padşahın ətrafındakı bütün sistem, Vəzirlər, ağalar, cariyələr. bəli, hamısı onun bu psixoloji qeyri-sabitliyinə uyğunlaşmaq məcburiyyətində qalırdı. Dövlət siyasəti padşahın şəxsi obsessiyalarının girovuna çevrilirdi. Doğru. Padşah öz əksi ilə məşğul olanda dövləti kim idarə edirdi? Bax, mənbənin ortaya atdığı əsas sual budur. Üstəlik, daha da qəribə iddialar var. Məsələn, o cariyələrlə oynadığı ayğır oyunu. O hissə doğrudan da sarsıdıcıdır. Kitaba görə, o özünü ayğır, hərəmdəki qadınları isə madyan kimi aparmağa məcbur edirmiş. Və hər cümə günü ona yeni bir bakirə qızın təqdim edilməsi. Sanki bir ritual kimi. Bəli, adam düşünür, bütün bunlar necə mümkün ola bilərdi? Bu, sistemin nə qədər kövrək olduğunu göstərir. Padşahın sözü qanun olduğu üçün onun ən absurd istəkləri belə əmrə çevrilirdi. Amma bu eyni zamanda saraydakı digər güc mərkəzləri üçün də bir fürsət yaradırdı. Padşah öz dünyasında yaşayarkən pərdə arxasında olanlar, məsələn anası, vəzirlər, hərəm ağaları. Real gücü ələ keçirirdilər. Ay sağ ol. İbrahimin dəlilliyi bəlkə də başqalarının hakimiyyəti üçün mükəmməl bir bəhanə idi. Siyahı bununla da bitmir axı. Mənbə, məsələn, 2. Süleymanın taxta çıxmazdan əvvəl düz 40 il qəfəsdə, yəni həbsdə qaldığını yazır. Və nəticədə dünyadan tamamilə xəbərsiz olduğunu, hətta iqtidarsız olduğu da iddia edilir. Bəli. 1. Mustafa isə zirdəli kimi təqdim olunur. O dərəcədə ki, hovuzdakı balıqlara qızıl pullar atırmış. Bax, bu qəfəs sistemi məsələnin kökündə dayanan amillərdən biridir. Şahzadələrin bir-birini öldürməsinin qarşısını almaq üçün yaradılan bu sistem Əslində onları məhv edirdi. psixoloji cəhətdən şikəst, reallıqdan qopmuş, idarə etməyə tamamilə hazırlıqsız padşahlar yetişdirirdi. Bir insanın iqtidarsız olması iddiası təkcə şəxsi bir faciə deyil,
Xanedanın gələcəyi üçün birbaşa təhdiddir. Dəqiq. Balıqlara qızıl atmaq isə imperiyanın sərvətinin necə mənasız şəkildə sovrulduğunun bir rəmzidir. Müəllif bu detallarla bizə göstərməyə çalışır ki, sistem özü öz böhranını yaradırdı. Bəli, bir də Sultan Abdüləzizin saray teatrını tövləyə çevirməsi, döyüş xoruzları üçün binalar tikdirməsi kimi iddialar da var. Aha. Bütün bu hekayələr göstərir ki, bu padşahlar təkcə dövləti idarə etmirdilər, həm də öz şəxsi ailəmlərinin zəifliklərinin əsiri idilər. Elədir. Yaxşı, bəs bu qədər qeyri-sabit, öz dünyasında yaşayan insanların ətrafında necə bir mühit vardı? Bu da bizi sarayın ən sirli, ən güclü məkanına, Hərəmə gətirir. Dəqiq olaraq. Çünki bu padşahlar bir vakumda hərəkət etmirdilər. Onların hər addımını izləyən, hər zəifliyindən istifadə etməyə çalışan, mürəkkəb intriqalarla dolu bir dünya vardı. Və o dünyanın adı hərəm idi. Və kitabın təsvirinə görə hərəm sadəcə padşahın qadınlarının yaşadığı bir yer değildi. Xeyr, imperiyanın əsl idarə etmə mərkəzlərindən biri idi. Gəl biraz o dünyanın sakinlərinə nəzər salaq. Cariyələr. Mənbəyə görə əsasən müharibə əsirləri olurdu. Bəli, Yunanistan, Macarıstan, Polşa kimi yerlərdən gətirilən, ailələrindən qoparılmış qeyri-müsəlman qadınlar. Onların həyatı o qədər sərt nəzarət altındaymış ki, məsələn, o detal məni çox təəccübləndirdi. Hemcinslər arasında hər hansı bir yaxınlığın qarşısını almaq üçün Hər 10 cariyə yatağının arasına bir yaşlı, təcrübəli cariyə yerləşdirilirmiş. Bəli, bu detal belə oradakı mühitin nə qədər boğucu olduğunu göstərir. Bu tam bir nəzarət mexanizmi idi. Hər şey, yəni yuxu, yemək, münasibətlər, hər şey hərəm iyerarxiyası tərəfindən idarə olunurdu. Cariyənin yeganə xilas yolu padşahın gözdəsi olmaq idi. O da müvəqqəti bir status idi. Hərəmdən sağ çıxmaq demək olar ki, mümkün deyildi. Müəllifin qeyd etdiyi o itkinamə, yəni azadlıq kağızı, adəti çox simvolikdir. Öldükdən sonra kəfənlərin arasına qoyulan bir kağız parçası. Bəli, bu onların ancaq ölümlə azad ola bildiklərinin bir etirafıdır. Amma kitabda hərəmin əsl gücünün cariyələrdə yox, hərəm ağalarında, yəni hadımlarda cəmləşdiyi iddia edilir. Düzdür. Xüsusilə də zamanla ağ hərəm ağalarını sıxışdırıb önə çıxan zənci hərəm ağaları və iyerarxiyanın zirvəsində dayanan qızlar ağası. Mənbəyə görə o sədrəzəmdən, yəni baş nazirdən belə daha güclü bir fiqur imiş. Bəli, çünki qızlar ağası padşahın ən şəxsi məkanının qapıçısı idi. Padşaha gedən yol ondan keçirdi. Bu da ona inanılmaz bir siyasi güc verirdi. Bəli. Kitabda irəli sürülən bir iddia var ki, bu sadəcə dəhşətlidir. Hansı? Qızlar ağası xoşuna gəlməyən bir sədrəzəmi vəzifədən uzaqlaşdırmaq üçün İstanbulda qəsdən yanğınlar törədirmiş. Doğrudan yanğın? Hə, xalq arasında narazılıq yaradır və sonra padşaha gedib deyirdi ki, baxın, bu sədrəzəmin ucbatından şəhər yanır, xalq üsyandadır. Bu inanılmazdı. Bu gücün formal qurumlardan nə qədər kənara çıxa bildiyinin, pərdə arxasında necə amansız bir mübarizənin getdiyinin ən bariz nümunəsidir. Tamamilə. Və bu güc hətta cinsi məsələlərə də sirayət edirdi. İkinci Süleymanın iqtidarsızlığından danışdıq. Aha. Kitabda iddia olunur ki, onun dövründə padşahın qadınlarla maraqlanmamasından istifadə edən bəzi hərəm ağaları cariyələrlə münasibətdə olublar. Bəli, və bu böyük bir skandala səbəb olub. Yəni, hərəm həm siyasi, həm də ehtirasların qaynadığı bir qazanal idi. Bəs yaxşı, bütün bu saraydakı mühit, bu qapalı divarlar arasında qalırdımı? Bax, müəllifə görə qətiyyən yox. Mənbənin ən narahat edici argumentlərindən biri də budur. Yəni cəmiyyətə təsiri? Bəli, sarayda baş verənlər bir şəkildə bütün cəmiyyətə sızır, ya da ən azından cəmiyyətdəki əxlaq anlayışı ilə kəskin bir təzad təşkil edirdi. Necə? Müəllif imperiyanın bir növ ikiyüzlü bir həyat yaşadığını iddia edir. Bir tərəfdə sarayın sərhədsizliyi, digər tərəfdə isə xalqa tətbiq edilən sərt qaydalar. Bu təsirlərdən biri kimi kitabda oğlancılıq məsələsinə geniş yer verilir. Və burada çox kəskin bir iddia var. Hə, o iddia çox ciddidir. Hər Osmanlı padşahının oğlanları olub. Hətta padşah üçün xüsusi olaraq hazırlanan gənc oğlanlara zülüflü iç oğlanları deyilirmiş. Amma məni ən çox şoka salan hissə başqadır. Hansı ki onlar sonradan... İddiaya görə bu oğlanlar yetkinləşəndə, yəni bığı tərləyəndə, kənara atılmır, əksinə ən yüksək dövlət vəzifələrinə təyin edilirmişlər. Düvdür. Kitab 60 sədrəzəm keçmiş zülüflü ağa olduğunu yazır. Sən bunu təsəvvür edirsən?
Bu, əgər zərrə qədər həqiqəti varsa, dövlət idarəçiliyinin tamamilə iflasa uğradığı deməkdir. Yəni, bir insanın sədrəzəm olması üçün onun ləyaqəti, biliyi, təcrübəsi yox. Padşahın yataq otağındakı keçmişi əsas götürülür. Ay sağ ol. Bu, meritokratiyanın tam əksidir. Hakimiyyət padşahın şəxsi zövqlərinə və münasibətlərinə görə paylanırdı. Müəllif bununla demək istəyir ki, dövləti çürüdən şey təkcə pis idarəçilik deyildi. Həm də idarəçiliyin özünün əxlaqi təməllərinin sarsılması idi. Lap dəqiq. Hətta 2. Bəyazidin öz oğullarına, yəni şahzadələrə, cariyələrlə birlikdə oğlanlarda hədiyyə göndərməsi iddiası da var. Bəli. Bütün bunlar sarayda baş verərkən, bəs cəmiyyətin özündə vəziyyət necə idi? Mənbə burada da çox qaranlıq bir mənzərə çəkir. Məsələn, yeniçərilərin toxunulmazlığından danışır. Bəli, onlara heç bir qanunun işləmədiyi, bazarları talan etdikləri, küçədə qadınlara və gənc oğlanlara sataşdıqları təsvir edilir. Və ən sarsıdıcı iddialardan biri də mədrəsə tələbələri ilə bağlıdır. Yəni, o dövrün ziyalı təbəqəsi sayılan, din təhsili alan insanlar haqqında. Onlar haqqında nə deyilir? Kitabda deyilir ki, onlar kişiləri müharibədə olan kəndlərə basqın edib, qadınlara təcavüz edirmişlər. Bu, cəmiyyətin mənəvi sütunlarının belə necə çürüdüyünü göstərmək üçün istifadə olunan bir arqumentdir. Balıq başdan iylənər deyirlər. Bəli, müəllif sanki bunu demək istəyir. Əgər sarayda vəziyyət belədirsə, bu pozğunluq dalğa-dalğa bütün cəmiyyətə yayılacaq. Amma bütün bu iddia edilən sərbəstliyin və özbaşınalığın fonunda adi qadınlara qarşı tətbiq edilən qaydalar insanı heyrətə gətirir. Bax, əsl paradoks da buradadır. Tamamilə. Bir tərəfdən sarayda və elit təbəqədəki iddia olunan həyat tərzi, digər tərəfdən isə adi bir qadının həyatına edilən inanılmaz müdaxilələr. Məsələn, qadınların qaymaqçı dükanlarına, çörəkçi dükanlarına girməsi qadağan olunurmuş. Niyə? Çünki bu məkanlar kişilərin toplaşdığı yerlər sayılırdı və qadınların orada görünməsi əxlaqsızlıq hesab olunurdu. Kişilərlə eyni qayğıya minmələri belə fərmanla qadağan edilmişdi. Geyimlərinə belə qarışılırdı. Böyük yakalı fəracə geyinmək, başa böyük yaylıq bağlamaq olmazdı. Çünki bu, diqqət çəkici sayılırdı. Deməli, sən bunu dinləyərkən yəqin eyni sualı verirsən. Bu necə bir ikiyüzlülükdür? Məhz, sarayın dəhlizlərində iddia olunan bütün o hadisələr yaşanarkən, adi bir qadının çörək almağa getməsi əxlaq problemi sayılırdı. Bax, bu, müəllifin irəli sürdüyü əsas arqumentdir. Hakimiyyət özü üçün fərqli, xalq üçün isə tamamilə fərqli bir əxlaq standartı yaradır. Yuxarıdakıların sərhədsiz azadlığı, aşağıdakıların, xüsusilə də qadınların sərt şəkildə boğulması üzərində qurulub. Bu, gücün təbiəti haqqında çox pessimist, amma bir o qədər də düşündürücü bir mənzərədir. Saraydakı günahlar fərdi günahlar idi, amma küçədəki qadının qayığına minməsi ictimai bir təhlükə sayılırdı. Beləliklə, bugün səninlə birlikdə İsmail Metinin kitabının səhifələrində çox narahat, amma bir o qədər də fərqli bir səyahətə çıxdıq. Həqiqətən də fərqli bir səyahət oldu. Padşahların qəribə şəxsi həyatlarından, hərəmin pərdarxası siyasi gücünə və bütün bunların cəmiyyətə yansıdığı iddia edilən çürüməyə qədər bir çox qaranlıq nöqtəyə toxunduq. Bəli, və bu mənbə cavablardan çox suallar yaradır. Amma bəlkə də sənin üçün düşünməyə dəyər ən vacib sual budur. Buyur. Biz tarixə baxarkən bu cür sensasiyalı, şəxsi həyata fokuslanan iddialarla sənədli faktları bir-birindən necə ayırmalıyıq? Belə bir mənbə bizim şanlı, qüdrətli keçmiş haqqında öyrəndiyimiz hər şeyi şübhə altına almalıdırmı? Yoxsa bu sadəcə tarixin həmişə qaliblərin və güclülərin yazdığı rəsmi versiyasından fərqli, alternativ bir oxunuşudur? Maraqlı sualdır. Tarixin bu çirkli çamaşırları əslində o dövrün insanları və idarəetmə sistemi haqqında bizə nə deyir? Bax, bu üzərində düşünməyə dəyər bir məsələdir.